Çempionlar Liqasının 5-ci turunda Qarabağın rəqibi olan Napolinin baş məşqçisi Antonio Conte komandanın hazırki vəziyyəti barədə danışıb. 56 yaşlı mütəxəssis La Gazzetta dello Sport qəzetinin açıqlamasında bildirib ki, ardıcıl 5 oyun uduzduqda nəsə düzgün getmir, dəyişikliklər etmək lazımdır. Mən sadəcə komandanın tənəzzülünü kənardan izləmək fikrində deyiləm. Lazım gələrsə məsuliyyəti birinci olaraq öz üzərimə götürəcəyəm. Mən sadəcə komandanın tənəzzülünü kənardan izləmək fikrində deyiləm. Lazım gələrsə məsuliyyəti birinci olaraq öz üzərimə götürəcəyəm. Conte etiraf edib ki, hazırda komanda daxilində birlik hiss olunmur. Hər kəs yalnız öz problemlərinə fokuslanıb, ürək köçürməsi etmək mümkün deyil, minimumu yerinə yetirməklə böyük ambisiyalarla oynamaq arasında fərq böyükdür. O əlavə edib ki, bu məsələni klub rəhbərliyi ilə ciddi müzakirə etməyi planlaşdırır. İtaliya çempionatında 11 turdan sonra Napoli 22 xal ilə 4-cü pillədə, Çempionlar Liqasında isə 4 oyundan 4 xalla 4-cü yerdədir. Maç vaxtı Napoli Qarabağ noyabrın 25-i Bakı vaxtı ilə 0-0. Sizcə Conte komandanı bu vəziyyətdən çıxara biləcəkmi, yoxsa Qarabağ sürpriz edə bilər? Ən son idman xəbərləri və maç öncəsi analizlər üçün kanala abunə olun və bildirişləri açın.